Salam əziz tərbiyəçilər, hər birinizi xoş gördük. Bugün sizlərlə birlikdə çərçivədə qəbula düşə biləcək fiziki mədəniyyət məşğələsinin iş formalarının əsas xüsusiyyətlərinə baxacağıq və əmin olun ki, bu 5 testi bitirəndən sonra qəbulda iş formalarından, söhbət fiziki mədəniyyətin iş formalarından gedir təbii ki, səhv yazma ehtimalınız olmayacaq. Elə isə həm nəzəri, həm praktik sualımıza gəlin baxaq. Yəni, situativ olmasıyla paralel olaraq nəzəri biliklər də burada bizə lazım olacaq. Deməli, birinci sualımız, müəllim fiziki mədəniyyət məşğələsində uşaqlara cəld və dəqiq adlı oyun təqdim edir. Hər kəs müəyyən məsafəyə qaçır, dövrə vuraraq geri qayıdır. Növbəti iştirakçı əvvəlki iştirakçının əlindən estafet çubuğunu alaraq hərəkətə başlayır. Hər kəs öz mərhələsini tamamladıqdan sonra fəaliyyət davam edir. Sonda bütün iştirakçılar vaxtı ölçür və sürətli komanda qalib gəlir. Əziz müəllimlər, biz mərhələli olaraq hər hansısa bir fəaliyyət görürüksə, ardıcıl, mərhələli, estafetli kimi açar sözlər görəndə bilin ki, söhbət gedəcək konveyer iş formasından. Amma gəlin baxaq görək bu nədir? Konveyer iş forması fərz eləyək ki, hər hansısa bir hədəfdir. Bunu bir hədəf kimi görək və təbii ki, uşaqlar bu hədəfə gələnə qədər müəyyən bir estafeti qət etməlidirlər. Belə ki, burada fikir verirsinizsə, əvvəlki iştirakçının əlindən estafet çubuğunu alaraq hərəkətə başlayır. Yəni, bura qədər hər hansısa bir birinci iştirakçı, növbəti iştirakçı isə digər addımı tamamlayır. Üçüncü iştirakçı isə topu hədəfə atır. Əslində, burada uşaqlar individual fəaliyyət göstərir, lakin bir növ komanda işinə də oxşayır ki, konveyer iş formasının komanda, yəni kollektiv iş formasından fərqi budur ki, uşaqlar fərdi fəaliyyət göstərərək öz üzərinə düşən şəxsi məsuliyyətinin daşıyıcısı olur. Amma kollektiv iş formasında hamı birlikdə hər hansısa bir maneəni aradan qaldırmağa eyni anda cəhd eləyir. Ona görə də biz mərhələli, ardıcıl sözü görəndə bilirik ki, konveyer iş formasıdır. Açar sözü budur, ardıcıl. Növbəti bir, deməli, müəllim fiziki mədəniyyət dərsində uşaqlara xilas etmə ekspedisiyası adlı tapşırıq təqdim edir. Uşaqlar təyin olunmuş çətin ərazidən keçməlidirlər. Bir nəfər xəritə mütəxəssisi olaraq marşrutu müəyyənləşdirir, 2 nəfər maneələri aradan qaldıraraq yol açır, 1 nəfər komandanın geridə qalanlarını yoxlayır və onların təhlükəsizliyinə nəzarət edir, 1 nəfər komandanın ehtiyat avadanlıqlarını və suyunu daşıyır, hər kəs bir-biri ilə əlaqə saxlayaraq eyni anda hərəkət edir və fəaliyyət bitdikdə hamı birlikdə hədəfə çatır. Gördüyünüz kimi, burada da söhbət kollektiv iş formasından gedir yeri gəlmişkən. Gördüyünüz kimi bir maneəni, bir problemi uşaqlar birlikdə aradan qaldırmaq üçün səy göstərirlər. Çünki burada gördüyünüz kimi xilas etmə ekspedisiyası nə üçün çalışır? Hər hansısa bir hədəfə birlikdə çatmaq üçün. Burada heç bir mərhələlik görmədik, burada heç bir dəstə görmədik. Yəni, dəstə olsaydı qrup işi, stansiya olsaydı qrup işi deyərdik ki, amma burada hər bir uşaq birlikdə komanda formasında vəziyyətdən çıxış yolu tapmağa çalışırlar. Məsələn, fövqəladə oyunu həmçinin uşaqlar xilas edici olur. Orada hər kəs hər hansısa bir yanğını söndürməyə çalışır və yaxud hər kəs, deyək, ilan zəhərləməsi zamanı yoldaşına dəstək olmağa çalışır ki, bu da tip işçi heyəti kimi dəstəkçi mövqedə olurlar. Buna deyilir kollektiv iş forması. Cavab olacaq kollektiv iş forması. Müəllim fiziki mədəniyyət dərsində uşaqlara səhər gimnastikası adlı tapşırıq təqdim edir. Müəllim bütün sinifin qarşısında dayanaraq müxtəlif hərəkətlər nümayiş etdirir. Bütün uşaqlar müəllimin göstərişinə uyğun olaraq eyni zamanda hərəkətləri təkrarlayır. Hər bir hərəkət müəllimin komandası ilə başlayır və bitir. Müəllim bütün uşaqlara eyni anda izləyir və səhv edənlərə düzəlişlər verir. Müəllimlər, biz xüsusi şəkildə görürük ki, burada nə var? Müəllimin göstərişi, ümumiyyətlə, hansı iş formasında müəllim rəhbərdir, müəllim prioritetdir, müəllim əsas yönəldici roldadır desək, söhbət gedəcək məhz elə deməli, frontal iş formasından. Frontal iş forması ingiliscədə mənası in front of, yəni qarşıda deməkdir. Səhər gimnastikası adlı məşqimizdə məsələ frontaldan yaranır. Bu nə deməkdir, müəllimlər? Fərz eləyək ki, müəllimə əlini göyə qaldırır, yanlara və aşağı eyni
Eyni hərəkətləri uşaqlar da paralel müəllimə kimi təkrarlamağa cəhd edir. Və bu hansı iş formasıdır? Təbii ki, frontal iş forması olacaq. Frontal iş formasının xüsusiyyəti budur ki, müəllim rol model olmalıdır. Eyni hərəkətləri uşaqlar təkrarlayır. Kollektivdə isə uşaqlar hədəfə çatmaq üçün eyni dəstəyə paralel köməkçi mövqedə çıxış edirlər. Yəni, buradakı eyni hərəkətlər sizi çaşdırmasın. Kollektivdə eyni hərəkət nə üçün oldu? Kollektivdə eyni hərəkət uşaqların hər hansısa bir xilas edici, yardım, hədəfə çatmaq, problemi həll etmə və maneəni aşma kimi məsələlərdə birgə əməkdaşlıq rolunu eyni səviyyədə paylaşmaları oldu. Amma frontal iş formasında uşaqlar müəlliməni təkrarlayaraq onlar eyni fəaliyyətdə bütün bədənlərini hər tərəfli inkişafına nail olmağa çalışırlar. Gəldik, keçdik. Növbəti testimiz 4-cü. Müəllim fiziki mədəniyyət dərsində uşaqlara qala qoruyucuları adlı oyun təşkil edir, təqdim edir. Uşaqlar 4 nəfərdən ibarət kiçik dəstələrə bölünür. Hər dəstənin üzvləri birlikdə müəyyən maneələri aşaraq hədəfə çatmağa çalışır. Hər dəstənin bir kapitanı seçilir, kapitan dəstə üzvlərinə rəhbərlik edir və dəstə üzvləri də bir-birinə kömək edərək maneələrdən keçir və təyin olunmuş hədəfə çatır. Sonda ən tez və düzgün fəaliyyət göstərən dəstə qalibi elan olunur. Əziz müəllimlər, dəstə, stansiya və yaxud heyət ola bilər, qrup ola bilər, elə qrup iş formasının açar sözüdür. Ona görə də dəstələrə bölünürüksə, deməli, qrup iş formasında biz fəaliyyət göstəririk. Və yekun 5-ci sualımıza baxaq. Müəllim fiziki mədəniyyət dərsində uşaqlara Cəsur Səyahətçi adlı deməli tapşırıq təqdim edir. Hər iştirakçı sərbəst şəkildə müəyyən edilmiş marşrut xətti üzrə hərəkət etməlidir. Marşrut boyunca maneələri keçmək və finişə çatmaq tələb olunur. Hər iştirakçı digər iştirakçılardan müstəqil şəkildə fəaliyyət göstərir. Təbii ki, müəllimlər, gördüyünüz kimi müstəqil sözü varsa, sərbəst sözü varsa, təbii ki də söhbət gedəcək fərdi iş formasından. Bu qədər. Təşəkkür.